Mən hər o videoya baxanda elə bilirəm ki, oğlum da uzanıb orada. And olsun Allahımıza elə bilirəm. Başa düşürəm, emosiyayla danışmalı deyiləm. Soyuq-soyuq oturmalıyam burada. Rəsmi açıqlamanı deməliyəm. Gəncə nə boyda yerdir ki, 4 gündür ətraf dolu kamerada, amma ki, cinayətkar tapılır. Öz dediyimə özüm inanmıram. Özüm deyirəm ki, hər tərəf kamerada cinayətkar tapılmır, öz dediyimə özüm inanmıram. Kim vurdu? Kim qaçdı? 5 nəfər idilər, 3 nəfər idilər, narkoman idilərmi, nə bilim, insan alverçiləri idimi, orqan alverçiləri idimi, nə bilim, və yaxud da ki, bilmirəm ki, baş kəsənlər idimi, kim idi? Yəni, hər nə fərqi var da, hər halda ağıllı adam bunu eləməz ki, ağıllı adam bilsin balasını niyə ölümcül döysün? Görünən dağa bələdçi yoxdur, vallah da bələdçi lazım deyil, billah da bələdçi lazım deyil. Onu çəkən insan bizə dağı göstərdi, o görünən dağdır. Onu harada fırlatsaz, Elgün ölümcül döyülüb bir mənalı şəkildə. Elə şeylər var ki, onun üzərindən keçmək olmaz. Heç keçmək olmaz.